Bərdə rayonunun Əmirxanlı, Xanağalı, Uğurbəyli və Alpot, Qarayusifli, Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözgedən yolların yenidən qurulması istiqamətində işlərə start verilib. Əmirli, Xanağalı, Uğurbəyli və Alpot, Qarayusifli, Tumaslı avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Əsasən yararsız asfalt və çınqıl örtükdən ibarət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidən qurma işləri ilə bu problemlərin aradan qaldırılmasına və yol şəraitin daha müasir standartlara uyğun olmasına hesablanıb. Əmirli, Xanağalı, Uğurbəyli yolu 27 km, Alpot, Qarayusifli, Tumaslı yolu isə 5,5 km uzunluğa malikdir. Hər iki yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolların eni 10 metrə qədər genişləndirilir. Hazırda hər iki yolda yol yatağının genişləndirilməsi, qazma dolğu və kipləşdirmə işləri aparılır. Bununla yanaşı yol boyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik su ötürücü boruların tikintisi də icra olunur. Qeyd edək ki, layihənin Əmirli, Xanağalı, Uğurbəyli hissəsində Qarabağ kanalı üzərində yeni bir körpünün tikintisi də planlaşdırılır. Yeni körpü yolun təhlükəsizliyini və rahatlığını artıraraq nəqliyyat hərəkətinin fasiləsizliyini təmin edəcək. Yenidən qurma işləri inşaat norma və qaydalarına uyğun şəkildə tərtib olunmuş qrafiklə, sürətlə və keyfiyyətlə aparılır. Bərdə rayonunun Əmirli, Xanağalı, Uğurbəyli və Alpot, Qarayusifli, Tumaslı avtomobil yollarının əsaslı təmiri 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi xeyli yaxşılaşdıracaq, Bərdə şəhər mərkəzinə hərəkət daha müntəzəm və təhlükəsiz olacaq, bu da ərazi üzrə sosial və iqtisadi inkişafa mühüm töhfə verəcək. Yolunuz açıq olsun.